Bildiyiniz kimi bu günlər Əyyam-ı Fatimiyyə günləridir. Fatimə-i Zəhra salamullahi aleyhanın müsibətli günləridir. Bəyyinə surəsinin 5-ci ayəsi Uca Allah bu ayədə ibadət edənlər xaliscəsinə, təmiz, saf niyyətlə ibadət etsinlər deyə bəndələrinə buyurmaqdadır. Bu ayə onu göstərir ki, ibadətin, itaətin bir sözlə hər bir işin əsasında təmiz, saf niyyət dayanmalıdır. Əgər etdiyimiz ibadətlərdə xalis niyyət, saf niyyət yoxdursa, o ibadətin heç bir əhəmiyyəti yoxdur. Bu ayə də onu göstərir ki, Allah yalnız və yalnız müxlislərin, yəni xalis, təmiz niyyətlə ibadət edənlərin ibadətinə üstünlük verir və bundan qeyrilərinin ibadətini ümumiyyətlə ibadət hesab etmir. Buna görə də hər bir şəxs nəinki uca Rəbbi ilə öz arasında, o cümlədən ailədə, dostluqda, qohumluqda, qonşuluqda bir sözlə hər bir məkanda və hər bir zamanda öz ixlasını itirməməlidir, öz səmimiyyətini itirməməlidir, gördüyü hər bir işdə xalis niyyəti əsas tutmalıdır. Əbəs deyil ki, Peyğəmbər əleyhissalam mübarək kəlamlarının birində İnnəməl ə'malu bin niyyət deyə buyurur. Yəni, bütün əməllər xalis niyyətə bağlıdır. Yəni, istəyirsinizsə ki, etdiyiniz hər hansı bir əməl uca dərgahda qəbula yetsin, onun ilkin şərti xalislik, yəni saf, təmiz niyyət qərar verilməlidir. Əgər ibadətdə qeyri-səmimiyyət olarsa, onun dərgaha yüksəlməsindən söhbət belə gedə bilməz.